Bugün çox maraqlı mövzuya toxunacağıq. Getdik bürclərdən girdik Özümüz astrologiya. haqqında yenə heç nə demədik. Bizdən daha yaxşı həyat bundan sonranki generationlar məncə görməyəcəklər. Atamdan ən çox uşaq vaxt eşitdiyim cümlə bu idi ki, Bəzi travmalar generationdan ötürülən travmalar olur. xüsusilə 90-lar uşaqları nələri çözməyib ki. Sən şeydən fikirləşdin, məsələn bu dostluq haqqında çəkdiyimiz epizoddan sonra. Əslində ora çox yaxşı feedbacklər aldıq. Çox insanlara da deməli ki, yaralı yerinə toxunmuşuq. Çox sağ olun ki, by the way feedback də verdiniz. Çox əyləndik onları da oxuyarkən. Hə, hamının nə bil ki, hekayəsi hardasa oxşar şeylər yaşamışıq deyə maraqlı idi. Amma məsələn mən ona baxanda düzdür uzun idi, biz iki yerə ayırdıq da. Amma ona baxandan sonra biraz şey oldum ki, bunu deyəcəkdik, deyə bilməmişik. Bunu gətirmişik, bitirə bilməmişik. Yəqin ki, bu şeydən gəlir də, yəni olduğu kimi danışır. Heç bir ssenariləşdirilmiş şey olmadığı üçün. Bədahətən fikirlər hansı gəlirsə, onu sizlə paylaşırıq. Amma doğrudan da məndə də o oldu. Baxanda fikirləşdim ki, ay burada bunu da deyə bilərdim, oradan da deyə bilərdim. Amma olsun. O olur. Bizim hələ gələcəkdə çox videolarımız olacaq və mövzu o olmasa da biz gedib ora toxuna bilərik birdən. Amma feedbacklər, xüsusilə məsələn bəzi dostlarımız zəng eləyən oldu, voice message göndərən oldu, yəni uzun mesajlar göndərənlər oldu. Hamısına çox təşəkkür. Çünki elə bir etapında ki, təzə başlamışıq bir yerdə podkast eləməyə deyə. O motivasiya bizim ehtiyacımız var. O bizə çox kömək edir. Ona görə hər birinə ayrı-ayrı buradan təşəkkür. Bir dənə podkastlar, bir dənə videoların birinin altında şey soruşmuşlar ki, özünüzdən bağlı heç nə deməmisiniz. Yəni əslində bizi tanımayan adamlara qısa bir giriş, özümüzlə bağlı bir intro. Bürclərimizi soruşmuşdular. Daha çox bürclərimizdən danışmışıq biz burada, nəinki özümüz haqqında. Mən Buhayam. Zosi Qoçdur. Bu arada mən həyatımın bəlli nöqtəsinə qədər bürclərə ümumiyyətlə inanmamışam. Heç yəni ki, o qədər qeyri-ciddi yanaşmışam ki, bürclərə və onların verdikləri o açıqlamalara hər insanı elə bil ki, bir kütləni bir qəlibə salırlar. Onun qarşısında olmuşam. Amma bəlli yaşdan sonra həqiqətən də görmüşəm ki, necə oldu? Yəni bu insan da bu bəlli bürcdəndir, o birisi də eyni bürcdəndir. İkisi də eyni xüsusiyyətləri daşıyır. Yəni ki, var belə bir şey. Mənim üçün daha çox elə gülməli o bürclərlə bağlı videolarda oxşar şeylər görə bilirsən də. Amma yəqin ki, şişirdilmiş bir şeydir. Yəni hər insanın o xarakterləri daşıyıcısıdır. Sadəcə sən kimdə nəyi axtarsan onu tapırsan da. Bu bürcdə bu var deyə. Hə deyirlər ki, qoçlar məsələn tutaq ki də lider bürc olar. Bütün liderlərin hamısı qoç deyil də. Yəni 100 milyon dənə lider var dünyada, hamısı qoç deyil. Amma tanıdığım bütün qoçlar dostlar, hamısı spora bax anında hazır olan insanlardır. Məndə məsələn deyil hamısı. Amma sən diskussiya sevirsən Zosi. Yox, yəni tanıdığım hər qoç elə deyil. Mən elə sən tanıdıqların elədir. Mənim nədənsə ətrafımdakı hamısı elədir. Belə çox heç bir mübahisə sevməyən qoç dostlarım da var. Nə maraqlı. Deməli onlar yüksələn sayları ilə şey olurlar, idarə olunurlar. Bürclərə inanmaq məsələsi. Hardasa o şeyə simulyasiyadan girəndə ona inana bilirəm ki, məsələn, dinə inanan həqiqətən də o dinin möcüzələrini necəsə həyatında görə bilir. Beynimizə nəyi qoysaq, astrologiyanı beynimizə qoysaq, doğrudan da ki, məsələn, aprelin ikisi filan şey olacaq inansaq, psixoloji olaraq onun nəticəsini həyatımızda görə bilirik. Bilirsən, siyasətə inananlar da məsələn inanırlar ki, bu həqiqətən də real şeylərdir də. Yəni hər şey oyundur əslində. Məsələn, sənin bu dediyin sözə görə bir misal gətirmək istəyirəm. Doğrudan da o elədir. İnsan beynini whatever you set your mind to, başlayırsan onu görməyə. Məsələn, mən fərqinə varmışdım ki, Zümrüdlə Kalyaska ilə o vaxtı Bakıda elə yaşayanda Targovaya çıxırdım, gəzməyə çıxırdım və deyirdim, ayda nə qədər Kalyaskalı insanlar var. Əvvəl bunlar elə bil yox idi. Elə bil mən Kalyaska ilə çıxana qədər bu qədər Kalyaskalı insan gəzmirdi küçədə. Amma əslində sadəcə olaraq sən də onun bir parçasısan deyəni artıq onu daha çox görməyə başlayırsan. Onun adı var. Türklər buna algıda seçicilik deyir. Yəni sən nə haqqda düşünürsənsə, məsələn film izləyəndə də onu o qabağa çıxacaq. Yəni qəzetdə də o qabağa, çünki artıq fikrin ondadır. Bunu mən məsələn şeydə yaşayırdım. İngilis dilində uşaq vaxtı məsələn təzə bir söz öyrənirdim, belə çətin bir sözdə.
Sonra o həftə o çətin sözü, yəni mahnılarda eşidirdim, filmlərdə. İnan deyirdim, bu söz məni follow eləyirdi. Amma sonradan başa düşdüm ki, bu belə bir teoriya var. Sadəcə sən onu görməyə başlayırsan, sən sadəcə öyrənmisən deyə və təzə öyrənmisən deyə, beynində fresh qalıb deyə, onu hər yerdə başlayırsan görməyə. Beynimiz nələrə qadirdir. Nəysə gətirmişdik söhbəti introya, getdik, bürclərdən girdik astrologiya. Özümüz haqqında yenə heç nə demədik. Qısaca özümüz haqqında yəqin ki, onu deyə bilərik ki, mənim adım var, adım Nərmindir. Zosi deyiləsin də Nərmindir. Olmaq xaricində. Bunu bilirik artıq 10 ildir Amerikadayam. Bundan əvvəlki həyatımda Bakıda, Ankarada yaşamışam, Ankarada oxumuşam, jurnalistika, professional jurnalistəm bu arada. Onu da deyim ki, yəni bu Zosinin nə qədər yaxşı podcaster olduğunu göstərir. Çünki mən bunu iş olaraq da etdiyim üçün. Mən yaxşı podcaster olduğumu düşünmürəm bu arada. Amma yəni ki, Zosi ilə biz bərabər gediriksə, bu onun ancaq zaslugasıdır, ıslar demiş. Allah. Anyways, mən jurnalistəm, həmişə media sektorunda işləmişəm, sosial media ilə də, kontent yaradıcılığı ilə də məşğul olmuşam. Amma ondan başqa özümlə bağlı nə deyə bilərəm? Kitab oxumağı çox sevirəm və ədəbiyyat həyatımda böyük yerə sahibdir. İtim var. Stravçıq. Belə yəni qısa bu qədər. Yəqin ki, daha maraqlı bir şey olsa paylaşaram gələcəkdə. Zosiyə verirəm sözü. Mənim də adım Ayseldir. Sumqayıtda doğulmuşam, Bakıda yaşamışam, İstanbulda yaşamışam, indi Amerikada yaşayıram artıq 10 ildir. Özümü fərqli şeylərdə deneməyi çox sevirəm. Ondan başqa oxumağı çox sevirəm hobi olaraq. Bununla da bir ara ciddən məşğul oldum. Amma bu arada oxumaq dedi, yəni çox gözəl səsi var onun nəzərdə. Çox sağ ol. Bəli, mahnı oxumağı çox sevirəm. Arada videolar paylaşıram öz səhifəmdə də, muzam gələndə oxuyub paylaşıram. Ondan başqa nə deyə bilərəm? Bir qızım var. Gözəldir, yəni həyat. Ayselin çox gözəl səsi olduğunu eşitmək istəsəniz, burada biz aşağıda öz Instagram səhifələrimizdə yazmışıq, mütləq gedib baxarsınız. Bu arada bundan öncə də mən podkast sahəsində daha öncə də təcrübəm olub, Otaq podkast. Əgər sizə maraqlıdırsa, gedib ona da baxa bilərsiniz. Orada daha çox belə Azərbaycandan və başqa ölkələrdən qonaqlarımız olurdu. Kiməsə maraqlı olsa və yaxud otaqdan məni tanıyıb bura gələnlər varsa, onlara da ayrıca salam göndərmək istəyirəm. Bugünkü söhbətimizdə nədən danışacağıq? Bugün çox maraqlı mövzuya toxunacağıq və üstündə çox deyib güldüyümüz bir mövzudur. Həmişə nəsə rastımıza çıxır, bir-birimizə bununla ilgili videolar da göndəririk hər zaman Zosi ilə. Millennial olaraq bizim uşaqlıqda yaşadığımız və hələ də təcrübə etdiyimiz bəzi şeylər. Millennial olmaq. Gəl buradan bir başlayaq. Millennial olmaq. Zosi, sənin üçün millennial olmaq nə deməkdir? Mənim üçün deməyim, yəni əslində bunu millenniallarla bağlı harda nə izləsəm, hamı eyni şey deyir ki, millenniallar sanki tək o nəsildir ki, hansı ki internetdən öncəni də full yaşayıb. Yəni biz balaca lap uşaq olmamışıq da. Hardasa belə teenage yaşlarımıza kimi də onu yaşamışıq və ondan sonra telefon həyatımıza girib internet və biz ondan sonraki həyatı da yaşamışıq və sanki biz yəni o digital olmayan həm də buna həyatla indi də ən belə AI-nın ən belə də təzə çıxanına kimi ona da uyğunlaşa bilirik. Amma məsələn həyatda qalıb nə bilim qaç şeydə klassda oynamışıq və heç iPad-siz uşaqlığımızda keçib. Və hardasa bu şeylə yəqin ki bir ortada olan və bütün o dövrləri necəsə yaşamış insanlara maraqlı bir çox maraqlıdır. Nəsili sevirik biz millennial olmağı. Heç bir problemimiz yoxdur bundan. Və bizdən sonra gələn nəsli müşahidə edərək deyə bilərəm ki, bizdən daha yaxşı həyat bundan sonrakı generationlar məncə görməyəcəklər. Çünki biz o gadgetsız gözəl həyatın o qədər dadını çıxartdıq ki, heç sosial medianın belə tam başlayan vaxtlarını belə yadıma salıram. Onda sosial medianın da o qədər həyatımızda rolu yox idi bu qədər. Mən məsələn ilk Facebook təzə açılmışdı. İlk Facebookumu açmışam harda universitetdə oxuyurdum artıq və o gün yadıma düşür ki, o qədər bizim üçün yeni bir şeydir. Düz deyəndə ondan əvvəl bizdə MSN olub, ICQ olub, High Five var. High Five olub. O qədər qədimik biz.
Adigo var idi. Adigo var idi. Oh my god, dərsdən qaçıb Adigo, internet klub var idi. Oh my god. Yəni ki, bizim evimizdə kompüter olanda bir mövzudan o birisini Bir dənə o mövzunu bağlamadan mən də qoy fikrimi deyim ki, sonra fikrimi yaddan çıxmasın. Hə. Bir dənə o mövzu biraz mənə də mübahisəli gəlir. Çünki sanki hər nəsil özündən sonrakı nəslə bu cümləni qurub. Yəni elə hiss edirəm ki, anamgil də bizə bu cümləni qurub ki, bizim yaşadığımız uşaqlığı siz heç vaxt. Bu bil ki, ömür boyu nəsillər arası olan bir davadır və o Atçı Ceti də məşhur. Həmişə olacaq və inanıram ki, biz də səmimi olaraq belə hiss edirik. Çünki biz səmimi olaraq bizdən sonraki nəslin yaşamadığı çox şeyi, çox gözəlliyi yaşamışıq. Amma təbii bilmirik, onların təcrübəsində olan da bizdə olmayıb da, ona görə bilmirik. Çünki onlar üçün də artıq gözəl həyat anlayışı tamamilə başqa bir şeydir və bizimki ilə müqayisə olunmur. Məsələn, mən qızıma deyəndə ki, mənim mobil telefonum ilk olanda mən 9-cu, 10-cu sinifdə oxuyurdum. O da balaca bir Nokia idi, yoxsa Siemens idi. Siemens, qardaş. Mənim də ilk Siemens idi. Axırıncı dəfə Siemens adını nə vaxt eşitmişəm, yadımda deyil. Mənim ilk telefonum Siemens idi. Sarı işığı var idi mənimkinin. Elə də qəşəng idi. Yəni bizim maksimum gadgetlərdə oynadığımız solitaire idi, şey idi. O indiyənə qədər mən Tetris idi, Durak oyunu idi. Yadımdan çıxmır, bizim evimizə ilk kompüter gələndə mənim atam da tek sahəsində o vaxt işləyirdi və bizim hələm qonşularımızda heç kimdə yox idi. Sonra bizə ilk dəfə kompüter gəlmişdi. Pentium neçə idi yadımda deyil. Eynən. O qədər köhnə idi və onun həyəcanı hələ də yadımdadır. O gün bir video çıxıb qarşıma, deyir gadgetlərlə bizim dövrdə elədiyimiz şeylər və indiki dövrdə uşaqların elədiyi şeylər. Biz açırdıq o Paint-i, maksimum günəş çəkirdik. Saatlarla. Ev çəkirdik. Özdə deyir, bir yeri rəngləmək istəyirsən, götürürsən o Paint-i, ora basırsan, hər yer olur sapsarı. Project etdi. Oh my god. İndiki uşaqlar isə həm evlər tikirlər, həm otururlar. Deyirəm də, o da bizdə yoxdur da. Roblox var yəni. İndi bizdə o yox idi. Bizdə o yox idi. Amma bizdə şey var idi, Dendy, Sega. Yeah. Ayda. Balaca bir bir də bir sən o günə yadıma düşüb Zosi. Qayıdıram yenə bizim uşaqlıqdakı o aktivitelərə. Bilmirəm, mənə elə gəlir ki, hər həyətdə elə bir şey olubdu, deyərsən sən, sizdə də olub yoxsa yox. Bizim həyətdə biz 3 qız qrup yaratmışdıq. Və onda da sourcelar yoxdur axı, girib banlanın sözünü download eləyəsən hardasa. İnternet yəni ki, dial-up dövrü idi də. İnternet yəni o qədər accessible deyil idi və biz maqnitofonumuz var idi. O kaseti ruçka ilə belə fırladırdıq. Onu eləmişik. Onu belə çevirirdik. Ağzımıza gələn kimi o ingilis dilində mahnını necə eşidirdiksə, rus sözləri də Azərbaycan. I will always, nə eşidiriksə və prosta öz hərflərimizlə, yəni tamamilə sözdən mənasını bilmədən. Amma əzbərləyirdik, sonra oxuyurduq. Və oxuyurduq və bizim yadımdadır, buradan o qonşumuza da salam deyirəm. Könül var idi bizim qapı qonşumuz, bir dənə də Sevda var idi və biz üçümüz qrup yaratmışdıq. Inspired olmuşduq niyəsə Ivanuşki International'dan. Nə alaka? 3 oğlandan niyəsə. Onlardan inspired olub qrup yaratmışdıq və məhləni yığıb konkret günlərdə belə konsert kimi verirdik. Rəqs zad hazırlayırdıq. Oh my god. Görürsən, sən deməli o vaxtdan səhnədə olmağa bir şeyin olub, marağın olub. Ümumiyyətlə biz mənim bütün siblinglərim və mən də biz xora getmişik. Onda bir o kultura da var idi. Məndə o elə deyildi. Amma sənin deməli ki, o səhnədə olma bir enerjin olub o vaxtdan ki, hələ də uşaqlıqdan biz həmişə səhnədə olmuşuq. Musiqi məktəbinə getmişik hər dördümüz. Bütün siblinglərim hansısa instrumentdə ifa eləyir. Bu arada mən də violin bitirmişəm. Skripka. Və bizim voskresniy günlərimiz olurdu ki, bütün musiqi məktəbinin uşaqları gəlirdi. Bizim bir hər neçə aydan bir çıxışlarımız olurdu və o mənim üçün ayrıca bir highlightdır və bu arada o musiqi məktəbindəki müəllimlərə həqiqətən çox böyük minnətdarlıq bildirirəm. Çünki bu bilirəm ki, hər yerdə olmurdu. Amma bizim uşaqlıqda o var idi və mən buna görə çox grateful-am. Amma sən dediyin, məsələn, məndə daha fərqli nə idi? Mənim uşaqlığımda mənim də qapı qonşum var idi. Həmin o nənəmin qapı qonşusunun nəvəsi. Nənəmin bestisinin nəvəsi. Bundan əvvəlki epizodlara baxmısınızsa, hansı qonşudan söhbət gedir bilirsiniz. Baxmamısınızsa, indi burada qoyacağıq dostluq linkini. O qızla bizim belə
Mənim o vaxtdan uşaqlıqdan bilirdim ki, jurnalist olmaq istəyirəm. Ən böyük arzum idi filan. Doğrudan Zosi. Qoç qərarlılığı. Wow. Amma yox, bu həm də oradan gəlir ki, bizim ailədə hamı jurnalistdir. Yəni uşaqlıqdan evdə belə hamı jurnalistika falan dünyanın ən yaxşı işi kimi təqdim olunurdu mənə. Mən də çox uzağa getməmişəm, yəni Çox overthink eləməmişəm. Çox overthink eləmişəm. Okay, hamı deyirsə bu yaxşıdır, mən də jurnalist olacağam. Nəysə biz otururduq saatlarla, mamam da jurnalistdir, belə diktafonu var idi. Saatlarla bir-birimizdən intervyu alırdıq. Wow, Yəni indi əslində podkast elədiyimizi mən uşaq vaxtı məsələn o bir dəfə o Aygün Kazımova olurdu, mən Zülfiyə olurdum. Oy da Zosi çox maraqlı. Biz suallar hazırlayırdıq, bir-birimizə cavablar. Sonra da bir dənə jurnal hazırlamışdıq. Aha. Adı da Mimi və Mumuydu, nə idi? O qədər balacaydıq da. Və biz əlimizlə o jurnalı belə qəzet kimi də bilməm köşə yazıları yeri var idi, baş məsələn manşet yeri var idi, yaxşı xəbərlər burada, gossip, əməli belə jurnal idi da və biz hər ay oturub onu uzun hazırlayırdıq. Hə, məsələn o əllə elədiyimiz şeylər yəqin ki, bizim uşaqlığımızın ən belə yəni yaxşı ki, iPad-də onu eləməmişik. 100%. Bu arada jurnal demişkən, mənim də çox gözəl yadımdadır ki, o vaxtda jurnal abunəçiliyi var idi. Və bizim evə nənəm o vaxtda bizi abunə eləmişdi. Həm Murzilkaya yadındadır? Murzilka yadımda deyil. Həm də bir dənə belə style idi, nə idi adı? Liza var idi. Mən Lizanı xatırlayıram. Liza da kstati yadımdadır. Bir də ensiklopediya gəlirdi bizim evə, həftəlik jurnal ensiklopediya gəlirdi. Murzilka gəlirdi. Bir də fashionla ilgili mənim böyük bacım çox belə xoşlayırdı. Bütün dizaynerlardan, yəni bütün gün o şeylərə baxırdı, o kanala baxırdı. Yadındadır bir dənə fashion kanalı var idi. Bütün günü ona baxırdı. Hər şey çox gözəl belə bilirdi. Və heç yadımdan çıxmır o fashion jurnalının həmişə içində posterlar olurdu. Mənim bacım da çox belə böyük Backstreet Boys fanatı idi. Hamımız orada olmuşuq. Nick üçündə ölürdü. Yadımdadır ki, bizim otağımız, yəni bütün uşaqlar üçün bizim bir otağımız olubdu və o otağın bütün divarları posterlarla doluydu. Mən indi baxıram, məsələn Zümrüddə də onu görürəm. Solyanın fanatıdır. Solya da hardasa Rising bir stardır. Çox da populyar deyil, amma o da otağına belə o posterları yapışdırır. Baxıram, məni o ora aparır da. Yəni Səidə o Nick'in necə üzünü belə ürək şəklində almışdı. Yəni ki, o accessibility çox da yox idi deyənə. O player var idi bir dənə. Ona da bir dənə hədiyyə eləmişdilər disk. Backstreet Boys'un diski. Gecə gündüz eyni mahnılara nə qədər qulaq asırdı. Və o mahnılarla associated onun o qədər memoryləri var ki, əminəm. İndi də məsələn yəqin ki, hansısa bir mahnısı. Məsələn məndə o qədər yox idi. I wasn't into that. Mən Backstreet Boys fanatı idim. Mən deyildim. Mən Dima Bilan fanatı idim. O biraz daha böyük yaşda. O biraz daha böyük yaşda. Backstreet Boys xatirələrim mənim də 100% var. Bizim yadımdadır ki, məhəlləmizdə, həyətimizdə biz yığışıb Backstreet Boys partisi eləmişdik. Əməli başda bütün hamı o partiya hazırlaşmışdı, nə bilim belə divara o vaxt belə kağızlar yapışdırıb üstünə stikerlər filan, mahnılarını hamı əzbərləməlidir. O qədər Backstreet Boys fanatlığı dövrüm olub. Mən Brian'ın fanatı idim. Hətta Brian'a görə sənə bir dəfə danışmışdım ki, Brian'a görə ağlamışdım. Yəni məni o vaxtı özü bilir kimdir, baxırsa baxmırsa bilmirəm, amma məni bully eləyən, Brian'a görə bully olunurdum ki, mən Brian'ı bəyənirəm. Və dava, qırğın, ağlaşma, yəni o dərəcədə ciddi alırdım da. Yəni fanatizmin leveli, amma mənim yadımda ki, uşaqlıqda o beynimdən ən böyük arzum Backstreet Boys konsertinə getmək idi. Və biz onu elədik. Zosi ilə biz bir neçə il əvvəl Backstreet Boys konsertinə getdik. Heç bir emosiya keçirmədim. Yəni ki, o vaxt yəqin ki, o təzədən o şey məsələsidir. Yəni sən elə bilirsən ki, həyatın ən böyük arzusudur. Sonra fikrin və maraqların o qədər dəyişir. Yəni sırf o uşağın o arzusu üçün getdik. Amma inanıram. Inner child'ı həp elədin. Inner child'ım həp. Amma özüm belə baxım daydaylar kimdir də mən bunu niyə qulaq asmışam, necə bəyənmişəm. Mən bu Brian'ı sevmirdim. Bu Brian o Brian'dir. Amma yəni yaxşı forumlarında qalıblar, pis görünmür. Bu arada konsert də çox qəşəng keçmişdi. Qəşəng keçmişdi. Sadəcə baxıram ki, mən bu musiqini niyə qulaq asmışam görəsən. Çünki alternativimiz yox idi. Televizorda bütün gün onları göstərirdilər. Biz də onlara baxırdıq. Hətta o an yadımdadır, o crush olduğum an ki, Everybody'nin klipinə baxıb crush olmuşdum ki, belə bir şey var. Yəni boys band deyə bir şey belə
beynimdə belə aydınlanma anı. Ay, uşaqlığımız çox şən keçib. O gün elə Zosi ilə danışırdıq. Bayaq sən də mention elədin, klass oyunu. Məsələn, bizim o qədər oyunlarımız var idi, Rizinka və indi düşünürəm, o qədər complicated bir oyun idi və hamı onun qaydalarını bilirdi. O Rizinka var idi. Mən indi fikirləşirəm ki, biz onca yadımızda saxlayırdıq. Rizinka hansıydı Zosi? Yox idi, iki qız belə qıraqda durur, Rizinkanı çəkir ayağına. Ay, o mən oynamamışam. Siz onu oynamamısınız? O deyəsən Sumqayıtda çox populyar. Bəlkə qız oğlan idi oyunların çoxu. Belə qız oğlan da oynamışıq. Məsələn, ortada qaldı var idi, 7 şüşə var idi, gizlən paç var idi. Gedib Kazaki razboyniki var idi. Çisla var idi. Sizdə çisla var idi? Çisla necə? Belə gəlirlər nəsə. Hə, o da var idi. Onu da oynamışıq. Yəni heç yadımdan çıxmır. Hansısa bir yay idi. O gün Zosiyə də onu deyirəm. Məhz o şəkil belə gözümün qabağındadır dünənki kimi. Yəqin ki, bir highlightdır uşaqlığımdan. Burun əməliyyatı olmuşdum və həyətə düşə bilmirdim. Hardasa var idi 9-10 yaşım. Ən yaşlar. Sən həssas yaşlar. Yay ayları idi və mən balkondan baxırdım. Hamı düşürdü həyətə və heç yadımdan çıxmır ki, necə həyət doluydu uşaqlarla və bir qrup uşaqla burada nəsə oynayır, o birisi qrup nəsə oynayır, o birisi qrup başqa bir oyun oynayır və o mənzərə o qədər gözəl idi ki, yəni deyirəm də uşaqlığımdan highlightlardan biridir. Həmişə gözümün qabağına gələn və onu məsələn gözümün qabağına gətirəndə baxmayaraq ki, o oyunların bir parçası deyil idim. O hiss mənə o qədər coziness verir ki, məhz o məni uşaqlığıma götürür. Onlara prosta baxmaq, onu görmək çox gözəl hiss idi. İndi yadıma düşür. Fikirləşirəm, həqiqətən də ümid edirəm ki, indi də uşaqlar Azərbaycanda düşürlər həyətə. Burada o qədər çox onu görmürəm. Burada biraz məhəllə culture fərqlidir. Məncə bizdə də artıq əvvəlki kimi deyil. Yoxdur, hə. Mən baxıram məsələn bacılarımla da danışanda görürəm ki, o qədər də deyil, əvvəlki kimi deyil. Əvvəl çox daha elə bil əyləncəli idi. Məhəllə elə bil ki, bizim o sosial bütün dünyamız məhəllədən ibarət idi də. Mənim yadımdadır ki, biz yayda məsələn yay tətilində arasa gedirdik də rayona filan 3-5 gün olmurduq, bir həftə, 2 həftə olmurduq. Biz günləri sayırdıq ki, biz haçan Bakıya qayıdacağıq və məhəllədəki o tusovkadan uzaq qalmışıq da. Yəni məhəllədə görəsən internet, telefon yox, bir-birimizlə əlaqə yox. Yəni o rayon məsələn ailə səni aparıb gəzməyə filan. Biz o qədər o dünyamız oraydı. İndi məsələn baxıram ki, həmin dünya bizim üçün artıq Instagramımızdır ya da WhatsApp chatlarımızdır filan ki, bütün o sosial dünyanın da, sosial həyatın indi bunu nə bilim hekayə atma, story atmaqla eləyirik, nə bilim post atmaqla. Mənə elə gəlir ki, indi çox protektivdir Zosi. İndi hamı çox protektivdir uşağına qarşı. Onu da mən bir anlayışla qarşılayıram. Məsələn, yadıma düşür biz uşaq olanda mənim nənəm səhər saat 6-da bizim bütün məhəllənin uşaqlarını yığırdı, aparırdı dənizə. Biz dənizə çox yaxın yaşayırdıq. Nə oldu o uşaqlara heç nə olmurdu? Niyə indiki uşaqlara? Heç kimə heç nə olmurdu və biz orada o qədər əylənirdik. İndi mən əminəm ki, heç kim öz uşağını hansısa nənə ilə dənizə buraxmaz. Hələm bütün uşaqlarla bir yerdə buraxmaz, çünki overprotective hiss eləyir. Biz məsələn Kubinkada yaşayırdıq da, yəni bizim məhəlləmizin bütün ətrafı Kubinka idi da. Biz yəni evdən çıxıb məhəllə o dalana girirdim. Heç bir şey də başımıza yəni necə olurdu ki, yəni onda uşaqlar ki indi məsələn çox daha yaxşı dövrdür də. İndi məsələn 90-lar deyil, hər yerdə kameralar var, hər kəsin əlində kamera var, yəni hamının əlində telefon var. Yəni nə oldu indiki bəlkə də o yenə o inanmaq məsələsi. Yəni sən inansan ki, indi cinayət çoxdur, bəlkə də o elə sənin başına gəlir. Bir də indi daha çox eşidirsən onu Zosi. O vaxtı sosial media yox idi və insanlar daha az da olurdu. 10 cinayəti bilirdi, bir nə bilim, birini bilirdi, onunu bilmirdi. Mənə elə gəlir ki, o çox informasiya konsum eləyəndə də insan elə bir qorxular, yenə də inanmıram ki, belə Azərbaycan ya da Bakı belə çox kriminal bir yerdir. Mənə ora çox safe gəlir, yəni. Düz deyə, yəni kriminal deyil, biz də çox şey yaşamışıq, çox travmalar almışıq. Orada məsələn qız uşağı olaraq böyüməyin travmalarını 100% almışıq. Yəni daylar söz atır, keçirsən hansısa məhəllədən şey eləyirlər də sənə, pis hiss etdirirlər. O tərəfləri var idi, amma yəni ki, day belə nə bilim də çox belə kriminal bir yermin. Bir də mənə elə gəlir ki, uşaq nə qədər gənc yaşda o təhlükə ilə qarşılaşanda biraz bərkiyir. Sanki biz daha bərkiyik o indiki uşaqlardan. Çünki biz travma alanda evə getməyə qorxurduq. Sənin yadımdadır ki, bir dəfə o vaxtı çox populyar idi. Rolikimiz var idi. Dizlərim yara, hələ də şıram-şıramdır. Bir dəfə qardaşım velosiped sürə-sürə mən onun velosipedin arxasından tuturduq ki, roliklə
gedək də o sürət adama Razı çox qalmalar. ləzzət eləyirdi. Mən nətər yıxılmışdım sən bildiyin sürünmüşdüm yerindən və təbii ki hər yerim yarılmışdı. Mən evə getmədim uşaqlar. Mən evə getmədim çünki mən evə getsəydim mən həyata düşməyəcəydim. Amma görün bu necə gözəl bizi gücləndirən və bəlkə də indiki uşaq yəni heç nə olmadan ağlaya-ağlaya gəlir ki, belə elə balaca uşaqlardan da. Su içməyə belə getmirdik. Mən indi getsəm, mama deyəcək ki, "Vsyo, evdə otur." Ya da məhəllədə məsələn dava filan bir şey olub da evə gedəndə yəni ki, siblinglərimizdən birimiz deyir, mama gilə heç nə demirik, evdəkilərə heç nə bildirmirik. Hamı ya o belə ruh var idi, belə komanda ruhu var idi. Uşaqların arasında bir balaca insanlar idik, yəni balaca adultlar idi. Vaxtından tez böyümüş. Vaxtından bu 90-lar uşaqlığı mənim yadımdadır ki, Zosiya bizim məhəllədə, biz məhəllədə hamımız uşaqlar oturmuşuq. Birdən bir maşın gəldi, girdi belə. Mənim uşaqlıq, yəni mən hələ də bilmirəm ki, bu olub yoxsa olmayıb, amma əminəm ki, olub. Nəysə maşın gəldi, bizim blokun qabağında saxladı. 3 dənə kişi çıxdı. 2 kişi bir kişini bıçaqladı belə-belə. Atdı, mindilər maşına getdilər və biz də belə uşaqlar belə baxırıq da, belə bir kişi yıxıldı, qan. Heç görmədim. Gözümüzün qabağında qoyun kəsirdilər. O qədər eləşmişdik ki, qana. Yəni o qədər belə bir şey idi də. Yəni heç fikir danışmadıq ya da belə it was like so normal. Bir yandan da deyirəm ki, gör bizim psixologiyamız necə. Əslində mən düşünürəm ki, somehow o belə bir travmada buraxdı sənin beynində. 100%. Xəbərin yoxdur ondan. Nələr. Amma eyni zamanda da travmanın insanı gücləndirdiyinə də inanıram. Yəni mən o şeyin tərəfdarı deyiləm ki, ay mən filan yaşımda mənə bu elədilər deyə mən indi bu gün ancaq üzgünəm, ancaq uşaqlığımda mənə pis davranan anamı, atamı, nə bilim, dayımı, əmimi günahlandıram və həyat keçməzi elə həyat keçməz. Onu günahlandır, bunu günahlandır. Yəni təbii ki, həyatdır. Həmişə yaxşı şeylərdən ibarət deyil. Və biraz travmada ne pomешает. Sən demiş adamı biraz bərk eləməyə, yəni bununla bağlı o dəfə belə bir maraqlı bir şey oxudum. Biz hər şey danışırıq deyə sənə 100% demişəm. Burada nə danışsam bir-birimizə deyirik. Yəni sənə orada danışmışam. Qoy cəmaata da. Danışmadığımız heç nə qalmır. Belə bir şey oxudum ki, deyir ki, məsələn 30-larımızda biz indi oturub 10 yaşlarımızdakı o valideynlərimizi məsələn nədəsə günahlandırır. Təbii ki, hamının yəni nələr yaşanır da. Yəni kimsə daha bu mövzuda bəlkə şanslıdır, kimsə daha şanslısızdır və bu şeyin ağrının, acının hiyerarxiyası yoxdur da. Yəni sənə bəlkə bir şey çox böyük təsir eləyə bilər, bəlkə başqasına qədər təsir. Ona görə təbii ki, yəni bu mövzularda həssas olmağa da çalışıram danışanda. Amma o fikir mənim çox xoşuma gəldi. Məndə iz buraxdı ki, deyir ki, amma indi də 30-larınızda öz adult həyatınızın valideyni sizsiz. Yəni sənin bu dəqiqə özün-özünə məsuliyyət daşıyırsan da. Yəni sənin anan ona görə yəni sən ona oturub fikirləşmə ki, mən 10 yaşımda onda anam, atam mənə necə fikirləş ki, sən bu gün özünə necə davranırsan, bu gün özünə nə qədər qayğı çəkirsən, nə qədər istəyir, məsələn, konfet istəyəndə özünə alırsan, arzuların üçün nəsə edirsən, məsələn, nə bilim də pianino çalmaq istəyirsən, gedirsənmi o kurs. Yəni o vaxt eləməyiblər. Qəbul eləyib barışaq. Onlar da yəni ki, öz reallıqlarında minlə də şey eləyiblər də belə baxanda. Və ümumiyyətlə valideyn olanda elə bil daha da çox bəlkə bunu anlayırsan, amma ümumiyyətlə common sense olan bəlli yaşa gəlib çatmış hər insan bunu anlayır ki, imkanlar hər dövrdə çox fərqlidir və sən indiki imkanlarla müqayisə eləyib, ay o vaxtda mənə bu olunmayıb deyib valideynini əgər nədəsə günahkar bilirsənsə, məncə bu birinci növbədə özünə olan yanlış, öz imkanlarını elə bil küçültmüş olursan, elə bil özünü capable görmürsən ki, bundan sonra bunu eləyə bilərsən. Həm də valideynin o yəni dövr üçün bacardığı qədər elədiyi hər bir şeyi kiçimsəyirsən. Amma mənim çox gözəl yadımdadır ki, o dövrlər çox da asan dövrlər olmayıb və nə bilim mid 30-larında olan bütün mənə gəlir ki, qızda oğlanı hamımızın o dövrləri olubdu ki, hamı bir struggle-dan keçib, hamının çətin dövrü olub və ona görə məndə kakrasdaki bax o his heç vaxt olmayıb. Təbii ki, sən dediyin kimi bu çox həssas mövzudur. Bütün valideynlər eyni deyil. Şanslısı var, şanssızı var. Eləsi var ki, şanslıdır, amma fərqində deyil ki, şanslı olubdu və onu da gözündə balacalaşdırır. Amma sən dediyin kimi mən ona çox qatılıram ki, bəlli yaşa qədər onlar səni supervise ediblər. Ondan sonra bütün supervision sənin öz üzərində olub və o vaxt onlar eləyə bilməyiblərsə, indi özün elə. İndik eləyə bilərsən, indi özün elə.
Mən bir dənə pandemiyada belə bir moment yaşadım. Biraz travmalar mövzusuna gəlib çıxdıq. Halbuki bu çox fun bir podkast olmalıdır. I know, right? Bilmirəm nəsə hansı podkasta baxırdım. Mən də o vaxtlar girmişdim podkastlara. Orada Türk bir dənə psixoanalitik qadın, adını xatırlamıram, amma bura mütləq yapışdıracağam o kitabın adı Ukde idi, kitabın adı yadımdadır. EMDR deyə bir şey var, psixoterapiya var. O haqqdaydı bu kitab və o qadın da bunu praktika edir Türkiyədə, İstanbulda. Mən o kitabı haqqında belə oxudum, podkastda izlədim intervyusunu qadının və özümə Türkiyədən sifariş verdim. Özdə pandemiyada elə ucuz idi Türkiyədən sifariş vermək, çünki heç kəs pul qazana bilmirdi, DHL falan hamısı pulsuz göndərirdilər. O vaxt xeyli kitab zakaz eləmişdim Türkiyədən. Nəysə, mən o kitabı oxudum. O kitab belə insanlar hekayələridir, yəni onun elə bir danışanlarının hekayələridir. Onu oxuyanda o qədər bütün o uşaqlıq travmalarım belə gözümün qabağına gəldi. Mən yadımdadır ki, mən o dövrü belə bir yas kimi keçirtdim. Yəni proses elədim. Hə, inanılmaz sən demə mənim travmalarım var imiş ki, mən o günə kimi məsələn o fərqində deyildim, amma o kitabı oxuduqca bir ki, bütün o travma və onun üzərində sanki bir işləmiş kimi hiss elədim və o belə o ağlamaqla falan o hardasa özümü self-heal elədim. Bu arada bu da belə şey səslənməsin, çünki mən bunu bir psixoterapevtlə danışmışdım. O demişdi ki, bu mümkündür. Yəni insanlar özləri də özlərini, yəni sənin təbii ki, nə qədər bu mövzularda məlumatlı olmağınla və nə qədər araşdırmanla da əlaqəlidir. Mümkündür. Yəni sən özün də öz travmanı müalicə edə bilərsən. Yəni bunu da aşağılamamaq, küçültməmək lazımdır ki, terapiya görməmisənsə mümkün deyil. Yox, mən ona inanıram. Mən xüsusilə 90-lar uşaqları nələri çözməyib ki. Bu həyatda bizim bunu edə biləcəyimizə mən həqiqətən də inanıram və ümumiyyətlə buna da inanıram ki, bəzi travmalar generationdan ötürülən travmalar olur və buna inanıram. Və bu hansısa bir generation tərəfindən heal olunmalıdır ki, növbəti generationdan keçməsin. Mən məsələn mənim anam ümumiyyətlə travma konseptinə inanmır və ona deyəndə ki, bu belə çox yəni ki, hər şeyi çox rahat qəbul edən bir insandır və mənə elə gəlir bu da onun yaşadıklarının nəticəsidir. Çünki həyatı rahat olmayıb bəlkə bəlli dövrlərdə və ona görə çox zakalonludur və travma deyirək. Nə travma? Get işinlə məşğul ol. Тебе больше делать нечего. Amma mən bilirəm ki, onun bəzi travmaları generationdan bizə keçmişdi, mənə keçmişdi və əminəm bacılarım da bəlkə onun hansılarınısa götürüb. Bəzilərini mən də özümdə heal eləməyə güc tapdım. Demirəm ki, bütün travmalarımı heal eləmişəm. Bu çox, yəni ki, ongoing prosesdir. Həyatımızın axırına qədər həm travma yaşayırıq, həm də hansısa travmadan heal olunuruq. Amma mümkündür və çox qəşəng motivasiya verdi məncə insanlara bunu konfess eləməklə. Yes, belə bir dənə məsələn bir fikir var. Yəni bu bir elmi fakt olduğunu bilmirəm, amma həmişə mən bunu insanlardan eşidirəm ki, qızlar öz analarının taleyini yaşayır. Bu belə bir eşitmişəm amma. Türklərdə belə bir deyim var, doğduğun ev kaderindir. Hə, coğrafiya kadər zaten. Bunun da həqiqətən öz həyatımda çox görmüşəm də və o yəqin ki, bu hardasa həm bizim DNK-mıza. Yəni mən məsələn elə görürəm ki, məsələn anam nəyə yaşayıbsa, hardasa mən ona oxşar şeylər yaşayıram və qəribə oluram ki, oydax mən uşaqlıqda onun yaşadığı şeyləri görəndə deyirdim ki, mən bunları 100% yaşamamalıyam da. Bu mənim başıma gələ bilməz və mən bütün qərarlarımı ona uyğun quracağam ki, heç vaxt bunu yaşamam. Amma necə çətindir gəlirsən onu yaşayırsan da. Onu yaşamamaq o çox böyük courage tələb eləyir, mənə elə gəlir. Məsələn, mən də görürəm ki, anamın səhv qərar. Yəni elə bilirəm ki, mən o anam kimi olmamaq, anamı çox sevirəm. Yəni pis mənim. Anamın yəni yaşadığı hansı pis şeyləri yaşamamaq üçün bu qərarı verməliyəm və görürsən ki, elə yəni yenə də o qərar da səni ora gətirdi, çıxartdı. Mən bunu yəqin ki, hardasa bu DNK-ya bağlayacağam ki, yəni anamın yenə də kodunu daşıyıram da. Məsələn, o nədən xoşu gəlirsə, mənim də ondan podsoznательно. Bir də projectiona da bağlayıram da Jung'un ki, yəni kimi bəyənirsənsə, onu güzgüləyirsən də onun xarakterlərini. Və ondan da savayı ümumiyyətlə bəyəndin, bəyənmədin, biz absorb elədiyimiz hər şeydən ibarətik. Mən də buna da inanıram ki, məsələn, gözümüzü açdığımız andan etibarən ətrafımızda nəyi görürüksə, subconsciously o bizdə qalır və həyatımızın hansısa dövründə hər insandan biz bəzi şeyləri mənimsəyirik. Bu məsələdən sonra sözü kəsdim. No, go ahead. Bu məsələn belə bir ongoing bir debatdır ki, insanlar daha çox
ətraf mühitdən formalaşır, yoxsa daha çox bizi genlərimiz formalaşdırır? Yəni nature versus nurture deyirlər buna. Yəni ki, tərbiyəmi bizi formalaşdırır, yoxsa elə anamızın, atamızın və atalarımızın, ulu atalarımızın. Başa düşdüm sənin sualını. Sən bunu necə görürsən? Mən deyə bilmərəm hansı daha çox, hansı daha az bizi formalaşdırır. Amma 100% deyə bilərəm ki, özümü misal olaraq götürsəm 100% deyə bilərəm ki, həm tərbiyə, həm genetik kod, həm də ətrafımda gördüyüm insanlar, behaviorlar məni formalaşdırıb. Mənim həyatımın bəlli dönəminə qədər mən çox sakit bir personalityyə sahib olmuşam. Və universitetə daxil olduqdan sonra elə oldu ki, mən Bakıya köçdüm. Commute mənə çox çətin gəlirdi və təbii ki, artıq mən birdən-birə bütün mühitim dəyişdi. Çünki mən evə gedirdim 2 həftədə bir, 3 həftədə bir, bəzən ayda bir dəfə. Elə oldu ki, mən həm işləməyə başladım, həm universitetdə oxumağa başladım və birdən-birə mənim bütün çevrəm dəyişdi. Və istər-istəməz artıq ailəmdən mənimsədiyim bəzi şeylər replace olundu. Artıq məni yeni əhatə edən insanların behaviorunu və bu çox yaxşı bir şeydir. Ona görə mən onun tərəfdarıyam ki, uşaqlar bəlli yaşdan sonra çıxmalıdırlar. O separasiyanı yaşamalıdırlar ki, ancaq bu patterndan deyil, fərqli patternlardan da bir şeylər götürsünlər. Ona görə dünya görüşü geniş olan, uşaqlı, böyüklü fərqi yoxdur. İnsanlar həmişə mənə çox daha maraqlı gəlir və mənə gəlir hamıya daha maraqlı gəlir. Düzdür, hamıda yəni travel eləyən və dünya görüşünü artıran hamıda dolu insan by default sayılmır, dolu olmayanları da var. Amma inanıram ki, nə qədər çox çevrədə özünü tapırsansa, bir o qədər şey absorb eləyirsən və ikisinin də etkisi var. İkisinin də var. Mən də sənə qatılıram ki, faza dəyişir mənə elə gəlir. Məsələn, hardasa o sən demiş tələbəlik illərimiz, uşaqlığımızda bəlkə də biz ana-atamızı o qədər yaxşı hiss etmirik, yəni onların bizə təsiri, xarakterimiz hələ tam for. Amma məsələn, onda sanki çevrə daha çox təsir edir. Məsələn, məhəllədə bir insana dönürsən, məktəbin pisdirsə, mən məsələn məktəbim çox pis idi. Mən orada elə bil ki, struggle eləyirdim də, yəni özümə yer tapa bilmirdim filan. Amma məsələn, daha yaxşı məktəbə gedən tutaq ki, adamlar həyatımdakı gördüm ki, onlar inkişaf edir, çiçək açır da. Və onda başa düşürsən ki, harca teenage illərimizdə, tələbə illərimizdə ətraf mühit bizi daha çox və sən elə bilirsən ki, bu adam başqa adamı. Amma mənə elə gəlir ki, 30-lardan sonra artıq qayıdırsan, atan nədirsə, anan nədirsə, sən də o bu qədər oxudun, bu qədər səyahət elədin, bu qədər dünyanı görməyə çalışdın. Və yolun sonunda sanki yəni hər özümdən təkcə danışmayım, müşahidə etdiyim insanlardan onu görə bilirəm ki, yəni hansısa bir xarakter var ki, bu məsələn atasının xasiyyətidir də. Yəni uşaqlıqdan bəlkə görməmisən də onda o atasının xasiyyətini ya da anasının. Amma adult olandan sonra bil ki, daha çox onlara bənzəməyə başladığımızı hiss edirəm. Məncə o da hansısa leveldə bir self-acceptance-dir həm də. Çünki məsələn o 20-lərdə universitetə təzə gedirsən, təbii ki, yəni özümdən götürürəm yenə də. Balaca bir şəhərdən gəlirəm və görürəm ki, wow, vakası başqa bir dünya var, başqa cür insanlar var. Artıq təhsillə ilgili harasa gedib gələn insanlar var və onlara bir növ bənzəməyə çalışırsan yaxşı mənada. Çünki onlar sənin üçün artıq yaxşı bir template'dir və you're just looking up to it. Nəyisə istəyirsən, onlar kimi eləyəsən və bu çox yaxşı bir şeydir. Əgər yaxşı bir example götürürsən söz və yəni pis kruqa düşüb daha pis şeylərə özənən insanlar da var. Amma yəni əgər o yaxşı bir example-dırsa, səni elə bil ki, çalışır ki, öz üzərində daha çox işləyəsən. Amma nə qədər çox çalışırsan o yaxşı xüsusiyyətləri mənimsəyəsən, sözün yaxşı mənasında, bəlli yaşa gələndən sonra artıq başa düşürsən nə həqiqətən sənsən, nə isə həqiqətən sən deyilsən. Bəzi şeyləri prosta force eləməmək lazımdır məncə. Amma qəbul etməyənlər də var məncə. Yəni ki, o qəbullanışdan elə davranmırsan. Yəni, hələ də sonuna kimi inkar etsən belə, əslində bütün hərəkətlərin elə o valideynlərin hərəkətləridir, bütün seçimlərin. Sadəcə elə bil ki, artıq genetika... Bütün yol boyu demək istəyirsən? Yox, böyüdükdən sonra. Böyüdükdən sonra. Çünki artıq orada elə bil ki, bizim genetika, biz özümüz fərqli olmadan ətraf mühitin təsirlərindən başlayır, o azalır, bu azalır və içimizdə, kökümüzdə nə varsa o üzə çıxmağa başlayır, yəni sanki.
çox dərin mövzulara girdik. Deyirik biraz 90'ların tək travmatik mövzuları deyil. Düzdür, indi daha gözəl tərəflərini də danışdıq. Mənim ağlıma millenial deyəndə bəzi şeylər gəlir, yəni gülməli tərəfləri. Məsələn, heç yadımdan çıxmır. İlk Facebook açılanda orada relationship statusu var idi Zosi və mənim nə qədər dostum, tanışım var idi ki, orada qoydular complicated. Yadımdadır. Relationship statusa qoydular It's complicated. Mən relationship'in ümumiyyətlə complicated olduğunu, nə anlama gəldiyini illər sonra anlamışam. Biz hələ indi oraya çatmışıq. What do you mean it's complicated? 15-16 yaşında niyə hamı belə o ciddiyyətlə? Complicated relationship'lərim var anlamına. Bir də nə yadıma düşdü? Mənə elə gəlir ki, hamımız o dövrdən keçmişik. Bir ara Avril Lavigne çox populyar idi, rockstar idi o dövr üçün və çox belə emo stylı var idi. Hamı elə bil çalışırdı, biraz belə nə bilim mistik görünsün, qara tuş, qara karandaş, saçlar belə aşağı, Converse-lərin təzə çıxan vaxtları. Mənim o vaxtı Converse-im olmayıbdı, amma ona bənzər ayaqqabılar çalışırdım alım. O dövrün subkulturası emolar, emo deyirdilər bizdə ona. Bir də qotlar idi da. Yəni şəhərə çıxırdın hamı belə, qotlar bir tərəfdə. Bir də hip-hoperlər var idi. Mən məsələn hip-hoperlər tusovkasındaydım. Enli şalvarlar. Yəni indi baxıram ki, sadəcə moda idi deyə. Yəni mən nə bilim, hansısa belə oğlan dostumun, nə bilim də ona 5 razmer böyük olan şalvarını mən geyinirdim və belə remenlə, zadla bir də üzürsən də o şalvarda sadəcə moddur deyə və şəhərə çıxanda sən artıq o subkulturanın daşıyıcısısan. Bu da mənə elə gəlir ki, o 90'ların indi də yəqin var hansısa subkulturalar ki, biz yaxşı bilmirik onları. Mən bu arada observ eləyirəm ki, indiki generation ora biraz qayıdır. Məsələn, onlar indi 2000'lərin stylını recreate eləməyə çalışırlar. Mən teenager qızımın ətrafına baxıram. Hamısı elə geyinirlər və görürsən ki, artıq dəbdə də o... Yox, bəs indi Bakıda elə subkulturaların nümayəndələri varmı da ki, küçədə gəzəndə hansısa bir subkulturanı daşıyır öz fashionunda, yoxsa bu da tamamilə internet dövrü ilə silindimi də? Yəni əgər varsa bildiyiniz şəhərə çıxırsınızsa, təzə terminlər falan bizlə paylaşın. Ağlıma heç nə gəlmir indiki dövrdə nə ola bilər? Mənim də ağlıma gəlmir. Yaşımızdanmı görəsən? Yox, məsələn, evimdə biri var və baxıram ki, indiki bir musiqi tərzi də var, bir geyim tərzi də var, amma bir subkulturanın göstəricisi deyil. Məsələn, elektron musiqi həyatımıza çox giribdi, amma bir subkultura daşımır paltarda, başqa şeylərdə. Gen Z-lər bəlkə bir subkultura olub ayrıca. Və ondan sonraki bütün o nəsillər. Onların hər şey olan attitüdləri. Çünki məsələn o Gen Z hərəkətləri var da, əlində maçası ilə girdi, onu bəyən. Bəlkə budur təzə subkultur. O günlərin bir dənə video çıxıb qarşıma bu arada. Güya Gen Z ilə millennial gedirlər date-ə və qız belə maraqlı belə hərəkət edir. O ingilis dilində idi və ingilis dilində bəzi deyimlər var ki, ingilis dilində danışan insanlar üçün də, lokallar üçün də heç bir məna daşımır da. Onlar ancaq bir-birlərini başa düşürlər. Sən oturub onlarla danışanda başa düşmürsən onlar nə danışırlar. Harda gülmək lazımdır, harda yox. Məsələn, TikTok fişkası var. Məsələn, uşaqların arasında bu 6-7 belə bir şeydir. Onu ancaq onlar bilirlər ki, onun söhbətin fişkası nədədir. Bir də bayaq hip-hop dedin, Zosi, yadımdadır ki, mənim sinifimdə də var idi belə uşaqlar və mən də onlardan biri idim deyə bilərəm. Məsələn, Eminem fanatı idik və dəftərimiz var idi. Orada belə şeylə, cursive-lə Eminemin adını yazırdıq. O da bir stil idi də. Başa düşdün? Təzə bir şey idi. Eminemin adını yazırdıq. Geniş şalvarlar geyinirdik. Nə bilim, müxtəlif şeylər eləyirdik. Hansı ki, sırf oyunla məşğul olan insanlara aid idi. Sən onunla məşğul olmursan, amma onun influence-nə düşürsən və özünü cool hiss eləmək üçün, biraz fərqli hiss eləmək üçün onu başlayırsan implement eləməyə. Mənim yadımdadır ki, mən məktəbdə hardasa 7-ci, 8-ci sinifdə oxuyurdum və bir dənə oğlana ona görə crushum olmuşdu ki, eyni dərsi alırdıq, eyni partada otururduq. Yəni heç mən bilmirdim o kimdir. Sadəcə mən orada dəftər tapmışdım. O vaxtda da maraqdan açırsan. Dəftərin arxasında Eminem yazılmışdı belə bir neçə sən dediyin kimi də. O vaxt sən çox cool gəlmişdi. Demişdim ki, I found my guy. Yəni o qədər yoxluğu idi. Yəni mən bir də oxuduğum məktəbdə çox yaxşı bilmirdilər də Eminem. Həmin o sinif yoldaşlar bundan əvvəlki şeydə danışmışdıq. Ay dedim ya bu Eminem'e görə biz artıq eyni dünyanı. Necə maraqlı ki insan hələ də yəni
özünə oxşayan adamlardan xoşun gəlir. Yəni mənim dinlədiyim musiqini dinləyirsə, xoşum Ondan gəlir. xoşun gəlir. Çox Zosi dəftər maraqlı. demişkən, bizim bir anket dövrümüz Oyda, oldu. xatirə dəftəri yadımızdadır. I swear, mən rus bölməsində oxumuşam və bizdə orada anket deyirdilər ona. Gündə biri gətirirdi anket, özü də oğlanların zəhləsi gedirdi yadımdadır o anketi doldurmaqdan. Qızlar da məcbur elirdi ki, sən də doldur. Onlara spesial stikkerlər falan verirdilər, suallar orada. Sevdiyin yemək, sevdiyiniz şəxs, nə bilim. Belə də çox silly suallar. Böyüyəndə kim olmaq istəyirsiniz? Məndə evdə hələ də anket durur Mənim də yəni. var, Zosi, mənim də hələ də var ki, orada nə bilim musiqi, sevdiyim mahnı da o qədər belə dəftər doldururduq da. Məhəllədə məsələn var idi, həyətdə ayrıca anketlər, məktəbdə ayrıca. O anketlərin üzərindən kimin kimə crush-ı var, onu biz çalışırdıq tapmağa. Çünki oradakı suallarda nənəm crush-ın istədiyin adam məktəbdədir, yoxsa nə bilim başqa yerdədir. Adam bu kislət eləyirdi, çözməyə çalışırdı. Bu arada biz o günlərimiz Zosi ilə ailə içi də o dövrlərdə baş verən bəzi şeylərdən danışırdıq. Belə bir Instagramda şey tapdıq da, memlər karuseli tapdıq. Zosi sənin telefonda olmalıdır. Sənə atmışdım, hə. Bu birincisi deyir ki, when someone rings your door unexpectedly, hamı belə donur qalır ki, tərpənmə, bəlkə çıxıb gedərlər. Yəni siz də bunu yaşamısınızsa, nə olar deyin də. Yəni ola bilməz ki, ancaq Zosi ilə mən uşaqlıqdan o xatirələrim var ki, kimsə qapını döyür, o vaxt tez-tez hamı qapını döyüb gəlir də. Və bütün ailənin üzvləri böyükdən hamı belə buz kəsilir. Çox maraqlıdır ki, yıxılırsan yerə ki, səs eləməyək. Və o adamlar çıxsın, getsin. Elə bilsin evdə yoxuq. Bunu çox yaşamışam mən məsələn uşaqlığımda. Biz də Zosi. Uşaqlığımın ən adrenalini şey. Aha, falan qohum gəlib gizlənir, bütün ev ailə gizlənir. Mən indi fikirləşirəm ki, gör necə 10-20 il ərzində gör culture necə dəyişib. Bilmirəm, indi hələ də Azərbaycanda belə bir şey var yoxsa yoxdur. Biz ümumiyyətlə ondan çox uzaqlaşmışıq. Kimsə kiminsə evinə demədən, zəng eləmədən, xəbərdarlıq vermədən gəlir qapını döyür. Elə bil ki, naura gəlir də. O adam həqiqətən evdə olmaya da bilər. Məsələn, o boyda yolu boşa gəlmiş ola bilərsən. Amma indi məsələn elə şey yoxdur. Mən elə gəlir Azərbaycanda da yəqin yoxdur. İnsanlar bir-birinə qonaq gedəndə xəbərdarlıq edir ki, ümid edirəm ki, azalıb. Yenə də mənə elə gəlir ki, məsələn, bir 5-6 il əvvəldən yadıma gəlir ki, hələ də belə şeylər eləyənlər var idi. Bütün tak deyə qapıva kimsə gəlir. Evdə uzanmısan, ev paltarındasan, istəmirsən də heç kəsi görmək. Amma bizim indiki məsələn dövrdə, tutaq ki, biz ədaltıq da indi. Biz məsələn kimləsə danışmaq istəmirsən, onu mute eləyə bilirsən, onu blok edirsən. O vaxt o yox idi. Məsələn, atam evə gəlirdi, deyirdi ki, məni soruşsalar yoxam. Zəng gəlsə məni soruşsalar. Yəni atamdan ən çox uşaq vaxt eşitdiyim cümlə bu idi ki, məni soruşsalar yox. Kimdən qaçırsan bəllidir. Evindədir və istəmir də. Yəni disturbed olmaq istəmir bu adam. Mənə zəng eləmir. Və o variantın yox idi da. O da. Sonra şey var idi, Zosi yadındadır. Evdə məsələn 2 telefon var. Birindən qulaq asırdı. Mən bunu çox eləmişəm. Yəni indi necə belə şey hiss edirəm ki, o vaxtın personal space anlayışım da mənim də ki, kimsə telefonundan açıb qulaq. Daha çox yaşlılar idi. Anamın, atamın zənglərini qulaq asmırdım. Səhv anlamayın. Amma məsələn kuzenim ya da ailə özlərindən kimsə yaşlılarım danışırsa, yəni oturub qulaq asırdım ki, görüm nə danışırlar. Mərak o vaxtdan var idi. Necə maraqlı idi. Məsələn İndi yoxdur da. İndi məsələn Aysel telefonunu qoysun, getsin. Ağlımın ucundan keçməz ki, girim baxım. O vaxtı bu elə bil ki, bizdə bu tərbiyə olunmamış idi. Bizi entertain eləyən o qədər az şey var idi ki, mənə elə gəlsə, ona da bir entertainment kimi baxırdım. Başqa nə ilə özünü məşğul tutasan, gedim girim onun söhbətlərinə qulaq asım. Ya da məsələn kimisə gündəliyini tapıb oxuyurdun sən. Bacılarını falan. Yox. Amma tapmışdın, tapdığım olub və oxumamışam. Seriously? Niyə, necə? Bilmirəm, oxumamışam. Yəni o common sense oxumazdım. Heç vaxt oxumazdım və oxumamışam. Mən oxuyardım. Yox, işte o məndə olmayıb. Bilirsiniz nə yadıma düşdü? O vaxtı crushlar da bir-birlərinə şey göstərmək üçün, ilgi göstərmək üçün telefonla zəng vurub ev telefonuna zəng qoyurdular. Həyatımın ən gözəl, ən romantik anları bu ola bilər ki. Necə şirin idi. Yəni muzikalı, yəni sözləri olan o vaxtın şey mahnıları da, hansı mahnıları qoyurdular? Gəl yada salaq ki, mənim yadımda ki, Brian Adams'ın bir dənə mahnısı var idi. Please forgive me, nə idi? Oydu. Please forgive me. Onu mənə yüzbəz kimsə qoyub. Niyə qoyub? Oydu, Zosi nə gözəl mahnıdır. Yadımdan ki, mən götürdüm və yəni nə edib acaba? Niyə üzr istəyir? Bəlkə də prosta sözlərini başa düşməyib. Görüb romantik mahnıdır.
qoşub onu. Çox şirin idi. Çox şirin idi. Sonra Rus mahnıları falan zəngin Yeah. qoyurdular. Oh my god. Sonra zəngimsel dövründən keçmişik biz. Yadınızdadır insanlar. Mən Azərseldə Nostalgia işləyirdim. level god. Mən o dövrdə Azərseldə işləyirdim və insanların zəngimsel təzə çıxmışdı. İnsanların ən böyük dərdi idi. Ən çox onunla ilgili zəng vurdular. Mənim zəngimsel işləmir. Tək dərdə vaxt. Mənim zəngimselim niyə işləmir? Hansısa mahnını qoyurdular, işləmirdi. Zəng vururdular ki, zəngimselim işləmir. Ya mənim yadımdadır ki, çox insanda zəngimsel var idi. Zəng vururdum, mahnı olurdu orada. Niyə? Sən nə olsa zəngimselin olur. Of course. Milyon. Sən nə yadımdadır? Məndə şey zad olurdu. Pussycat Dolls falan mahnıları. Sway falan. Nə bilim yəni. Don't you wish your I girlfriend was know. Just like me. Again də sözlərim bilmirdi. Amma bu arada nostalgiya və 90'lar demiş. Mən sən nəyi hiss edirəm? Biz o dövrdə böyüdüyümüz o bütün o mahnıların Britney Spears olsun, İndi də qulaq J.Lo asırıq olsun. onlara, niyə? Yo, onda biz qulaq asanda mən anlamırdım ki, o məsəl 30'larında olan qadınların həyat dramla. İndi baxıram hər cümləsi məndən şey deyir, Resonate yəni toxunur. eləyir. Hər cümləsini mən də yaşamışam da artıq həyatımın birində. Deyirəm, uyda biz bunu əzbərə bilirdik. Yeah. Sözlərin canı nə qədər başa düşürdük o vaxtın ingiliscəsini bilmirəm, amma indi başa düşürük actually bu ya da ki filmlər, məsələn 90'lar filmlərinə baxırdıq da, yəni Pretty Woman, Krasotka ya da nə bilim də One Piece. Biz ona kstati bəzilərinə sayla sonradan indi baxdıq baxırıq ki, və çox onlar başqa cürə hit eləyir adamı. Yəni heç bir relationship yaşamadan baxmaq ayrı. Bu qədər relationship yaşayanlar. Aynen Zosi. Çox başqa hit eləyir. Həqiqətən də elədir. Siz də millennialsınızsa bundan bağlı. Sizin yadınıza nəsə düşürsə xahiş edirik yazın. Çünki həqiqətən bəlkə bizim də nəsə yadımızda deyil və siz bizim də yadımıza sala bilərsiniz. Çünki adamın yadına düşdüsə bəzi şeylərə də oradan çox gülürük. Biz məsələn telefonla prank eləyirdik. Siz bunu eləyirdiniz? Yox. Telefonla prank yox idi sizdə? Necə prank? What do you mean? Bilmədiyimiz nömrəni zəng eləyirdik. O qədər. Onun başına oyun açırdıq da oradakı adamın. Ay, bir də xəttlər qarışırdı. Ay, niyə kimsə düşürdü şirin. Nə gördün arasa zəng vururdun. Baxırdın ki, xəttə kimsə var. Adboy ver, adboy ver. Yox, yəni ki, o da bir şey idi, danışılmamış bir qərarı idi ki, əgər ikimiz də görürsə liniyaya biz ikimiz susub sona kimi o conversationu dinləyirdik. Yəni doğrudan necə maraqlı bir dövrdür. İki dənə xala danışır. Yəni bizə heç bir marağı olmayan böyle bir folklor mövzu gedir. Aha, linya kimsə düşür. Elə ləzzət eləyirdi qulaq. Bizim bir-birimizi uyarma ehtiyacımız da yox idi. Hamı başa düşür ki, linya kimsə sus. O günlərin bir dənə şəkil ya reels yadımda deyil, nəsə çıxıb qarşıma deyir, indiki uşaqlar interneti söküb yığır. Biz deyir uşaq olanda pretend eləyirdik ki, özümüz elə aparırdıq ki, bizə maraqlı deyil ki, internetə qoşula bilər. Elə bil ki, sən dial-up-a basırsan və orada səslər gedir internetə qoşulmaq üçün. Sən elə pretend edirsən ki, özü elə aparsan ki, sən maraqlı deyil. Elə bil ki, sən onu görməzdən gələndə daha tez qoşulurdu internetə. Niyə elə bir şey var idi? O çox belə zəhlə tökən bir səs idi. Və nə badə kimsə telefonu götürdü, zəng vurdu o anda. Yəni əgər 20'lərinizin başlarındasınız, bunu yaşamamısınızsa çox şanslısınız. Məsələn bizim üçün yəni stress, anxiety level'ı onun ki, belə internetə girməksən, amma kiməsə zəng gəlməlidir və bir liniyaya qoşulurdu. Hər şey internet super zəif işləyir. Çox zəif. Heç nə eləmək olmur, amma yəni sənin o gündə 1 saat, mənim məsələn yanımda 10-cu, 11-ci sinifdə mənim belə gündə 1 saat allowed idim ki, internetim var da mənim. O da yəni ki, o necə bir mənim üçün günün indi gör necə şey bir dövrdür də. Yəni hər şey əlinin altında, ürəyin nə istəyir elə. Yeah. Bir də o günlərin bunu da danışırdıq Zosi-lə. Əslində bir kitab üzərindən yadımıza düşdü bu. Bir İtalyan yazarın bir kitabını oxuyurdum. Orada deyəsən sən mənə hədiyyə eləmisən o kitabı. Orada İtalyanların culture-ında onlar harasa qonaq gedəndə özləri ilə şərab aparırlar və orada məsələn İlk kim danışırsa o istoriyanı həmin o insanın ağzından o deyir ki, məsələn, gedirsən qonaq və deyirsən ki, bu şərab butulkası mənə çox tanış gəlir. Ola bilər ki, mən bunu başqa vaxt kiməsə vermişəm. O da ona aparıb, o birisi ona aparıb və bu end up eləyibdi bu hansısa yığıncaqda. Bizdə eyni şey yaşanırdı, korobka şokoladla.
Korobka şokolad culture var idi. Qonaq gedəndə Of course. hamı bir-birinə korobka şokolad Nasbəri aparırdı. Nasbəri yəni kapitalizmin o vaxt şeyini vurmuşdu ya. Yəni gör necə I bir swear. mass marketinq idi. Yəni hara getsən Nasbərinin Nasbəri şokoladı var idi. Yəni kim onu tapıb, kim milyoner mi olub acaba onun üstündə yoxsa çox maraqlıdır. Onu yəni ki, elə görəsən istəyirəm Nasbəri ki, bundan pul alır. kimsə getsin məsələn Bakıda bunun belə intervyusunu eləsin, araşdırmasın. Bu Nasbəri hardan, yəni niyə bu qədər populyar oldu? Yəni viral idi da. Yəni bu gün iPhone nə qədər Nasbəri korobkası bizim uşaqlığımızda viral idi. Onun belə qəribə pričoskalarla şəkilləri. Bir Nasbərinin şəkilləri, bir də Ebru Gündeşin şəkilləri Sumqayıtdakı bütün 7 nömrə avtobuslarının üstündə var idi. Yəni avtobuslarda kimsə hansısa şofer Ebru Gündeşin şəklini yapışdırırdı ora. Yəqin o vaxt üçün gözəllik ikonu onlar sayılırdı. Ona görə onlara belə baxırdılar. Bir onlar, bir də Ətağan şəkli. Ətağan hər yerdə var idi, yəni hər zaman. Tak что bilmirəm, mədəniyyətimizi daşımaq mənə çox şirin gəlir. Yəni uşaqlığımızın nostalgiyası bir başqa vurur adamı. Sən pirlərə getmisən uşaq olanda? Yox, getməmişəm Zosi. Mən yadımdadır bizi pirlərə aparırdı. O günlərim kimləsə danışıram, deyirəm, əhd edirəm, bu olsa sənin belimdə 5 barmağı qaldıracağam. O vaxt çox populyar idi. İnsanlar əhd eləyirdi Zosi. Ki, bu olsa, bilmirəm, bunu da deyirik, bəlkə bəziləri dindardır və alınır. Pir o dinlə ilgili deyil, bu tamamən şeydir, inanc, batıl inanc. Ya, batıl inancdır. İnsanlar əhd eləyirdi ki, nə bilim, nəsə baş versə, nəsə olsa, atla qalxacam 5 barmağa, nə bilim və yaxud ayaqyalın qalxacam 5 barmağa. Fırlanırdılar mənim yanımda, hardasa bir daş var idi, ona fırlan. Mən Bakıdakı bütün pirlərə səbəblərindəki bütün pirlərdə olmuşam. Mən uşaq idim, yadımdadır. O qrup şəklində baş verirdi. Bu da qısaca bizim musiqi məktəbindən gələn bir şey idi. Oradakı o müəllimələr gedirdi və niyəsə bizi də aparırdılar özləri ilə. That's interesting. Bir dənə pir var idi, heç yadımdan çıxmır. Arzu tuturdun. Qəndi gətirirdin. İndi yadıma düşəndə başa düşürəm ki, this is so silly. This is manifesting again. It's not, and I will tell you. I mean, manifesting in your mindset. Amma mən o yaşda hələ manifestingin nə olduğunu bilmirdim. Bəlkə də subconsciously göndərirdim o gözəl arzuları. Amma mənim yadımdan çıxmır ki, mən getmişdim, orada bir dənə belə hansısa pir idi, yadımda da deyil adı honestly. Belə bir kupol kimi bir yer idi. Oranı kraskalayırdılar və kraska hələ tam qurumayanda ona hər şey yapışır axı. Deyirdilər ki, arzu tut, götür o qəndi, yapışdır o kraskaya. Əgər o qənd orada qalsa, arzun olacaq. Arzun olacaq. Mən də universitetə qəbul olmağı arzu tutmuşdum və o qənd yapışmamışdı. No way. Mən necə depressiyaya düşmüşdüm. Yəni ki, uşağam da, təbii ki, başa düşmürəm ki, hələ ki, bu sadəcə olaraq bir kraskadır. Bunun heç bir anlamı yoxdur. Sən hələ də onun bir magic bir yer olduğuna inanırsan hardasa. Təbii ki, yaşım artdıqca bir də universitetə girəndən sonra başa düşdüm ki, it's a bullshit. Və buna inanmağa dəyməz. Amma inanmıram ki, məsələn, indi bəlkə də gedir insanlar, yəqin ki. Hansısa bir kəsim elə onda kimlər gedirsə, əminəm hələ də gedirlər, onlar onu davam etdirir. Amma yenə mən niyə pirə getmişəm? Mənim pirdə nə işim var idi? Yenə də mən onu da şeyə bağlayıram. Yəni bu da bir manifesting yenə də evrənə məsəl bu da bir silly bir şeydir də, ya da ki, oturub arzularımızı yazır. Bu da əslində yəni ki, sən o yerlə bir əlaqədə beynivə verdiyin siqnaldır. Yəni sən onu yazanda ya da evrəndən istəyəndə sən özünə demiş olursan və sən ona qədər inanırsan ki, mən məsələn istəyirəm ki, tutaq ki 3 ay sonra falan şey olsun. Həqiqətən də səhərsi gündən sənin atdığın bütün addımlar o 3 ay sonra o şey olması üçün. Amma sadəcə o şey, o simvolika sənə kömək eləyir ki, mən buna inanmışam da. Yoxsa yəni əgər sizə pirə getmək ya da nə bilim hansısa bir ayini, ritualı gerçəkləşdirmək kömək eləyirsə, please do it. Yəni mən elə baxıram. Amma yəni mənim kimi disappointed olub da ruhdan düşməyin. Çünki o qədər anlam yükləyəndə də you can get really disappointed. Mən ondan sonra məsələn gəlib dedin ki, oxumayım da yoxsa. Yox, mən çox oxuyan olmuşam bu arada. Həmişə dərslərimdə yaxşı oxumuşam və nənəm yadımdadır. Nənəm də jurnalist idi bu arada və mənim bəlkəm də Zosi jurnalist heç vaxt düşünməmişəm ki, jurnalist olum. Nənəm həmişə deyirdi ki, nə olursan ol, jurnalist olma. Yaxşı. Və çox successful bir qadın jurnalist olubdu. O mənə dedi ki, qızım, boş ver bu şeyləri.
Belə şeylər yoxdur. Hər şey sənin öz əlindədir. Yəni. Yəni ki, ona görə mən belə bir sanityaya qayıtmışdım ki, okey, bu sadəcə olaraq bir inancdır. Mən buna inanmaq məcburiyyətində deyiləm. Olmadısa bu heç vaxt olmayacaq anlamına gəlmir və oldu da təbii ki. Yoxsa məsələn falçılara getmək bir kultura idi məsələn bizim bizdə gəncliyimizdə. Bizdə o olmayıbdı. Yo, mən yadımdadır ki, məktəbdə ya da qohumlarda filan əməlli başlı insanlar belə gedirdilər ki, mən haçan ərə gedəcəm sualı ilə falçılara gedirdilər belə. Çox sizdə yayılmamış idi bu. Bəlkə də yayılmışdı, mən bundan amma xəbərdar deyildim. Yəni yox, yadımda deyil. Bizim ailədə də heç kim getməyibdi falçıya. Biraz da bugün 90-lar uşaqlığımıza millennial olaraq getdik. Əslində çox şey var. Əminəm ki, biz bu montaj eləyəndə deyəcəyik. Ay da bu da yaddan, ay da bu da olub. Həmişəki kimi. Bu da çox gülməli idi. Amma bu günlük bu qədər olsun deyə Sizin düşünürəm. də yadınızda olan bəzi şeyləri bizimlə paylaşın. Çox maraqlıdır sizin başınıza nə gəlib və yaxud bəlkə bizim yaşadığımız hansısa bir hissi və yaxud situasiyanı siz yaşamısınız, onu da bizlə paylaşın. Fikirləriniz bizim üçün çox maraqlıdır. Bu arada hər zaman dediyimiz kimi bizə abunə olun, bizi takib edin, Instagram, TikTok, hər yerdə varıq, çalışırıq maraqlı kontent yaradaq, orada da bizi takib eləyin, bizə abunə olun. Gələn videolarda görüşənədək. Bəli, çox sağ olun ki, vaxtınızı ayırdınız bizə, bu gün qulaq asdınız. Bye bye.